elə bir fişək patladı. Bu tərəfdə bu üzdə sexdir, yeşil sexidir. Oradan alov başladı. O şimdi evdə hamısı yandı da. Özü çek tuz gördünüz ki, evin içində bir dənə şey qalmadı, hamısı yanıb. Hörmətli izləyicilər, Göyçay şəhəri Natəvan küçəsində yeşil sexi yanır. Hadisə gecə saatlarında qeyd alınıb. İlkin məlumata əsasən, sexin içərisində olan yanar materiallar qısa müddətdə alovlanaraq geniş sahəni əhatə edib. Ama onu sağla. Məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Kardeş! Bacar mısın? Ne çıkarda bir sanat ver. Ay gelin buraya! Kanka bırak yere ol. Şılanga bakın, şılanga. Şılanga bakın. Bunu da sıkı verin ben. Orada da sıkı ver, sıkı. Yalan dedi, ben yalan. Buradan yukarılara böyle bahçelere aşağı. O ana bahaneler, tahtalar. Yanğın söndürənlərin çevik və peşəkar müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə yanğın artıq məhdudlaşdırılıb. Hazırda tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Katı! Rayon ərazisində yeşil sexində baş verən yanğın yaxınlıqda yerləşən 2 fərdi yaşayış evinə keçib. Nəticədə vətəndaşlara məxsus evlərə ziyan dəyib. Evlərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb. Çin evində heç nə qalmır. Gel bakalım gelin bari. Gelin bari çekin. Buyur. Burada ne var? Vurun gelin bari. Buranı da çekin atlayalım. Ya kardeşim bu nedir bu? İçerisinde bu ne kış kubu asamalıdır burada çek. Burada kim gelir ki? Çetişkenlerdir o. Alovun söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Bu ərazi hər biri yeşik olub burada. Hər biri. Ona görə də qısa müddət ərzində yanğın gedişlənib. Sağ olsun yanğın söndürənlər, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən texnikaları və canlı qüvvələri yanğının qarşısını almağa çalışırlar hal-hazırda. Ərazidə təhlükəsizlik məqsədi ilə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. İlkin məlumata görə hələ ki xəsarət və ya ölüm hadisəsi qeydə alınmayıb.
Hadisənin səbəbləri və dəymiş ziyanın miqyası araşdırılır. Bizə xəbər gəldi ki, bəs ev yanır. Bu qonşuda evləri birdir. Deməli, mənim bacanağımın qardaşının gəldi. Gördü ki, deyir, burada deyir. Vallahi mən elə fikirləşirəm ki, bu 3 otaqdır, bir zal, bir kuxuna. Bunun tühümə gələmək, nə bilim, bu 60-70 bin. Evin əşyasıyla 100 bin manat ziyan deyər bu kişiyə. Nələr ehtimal olur yanmazlığı? Vallahi ehtimal budur ki, ola bilər ki, orada yeşil sexində işıqdan olsun. Ola bilər ki, uşağın birinə mən siqaret tullayıb, nə tullayıb, bu mənini dəqiq bilmirəm. Şeyxdir, evin nədir, nabesi məsafəsi eşlidir, o özü. 1 metre 40 santı, 2 kubik. Oradan keçir. Hadi oradan 2 kubik. Yanıp geçiyor be. Hələ bu tüstü vurur orada, bu o şeydir. Ha, böyle. 2 tane ev yanıp da burada. Ha, bəli, bir dənə dalda ev, qoşun ev yanıb. Ona da keçir. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.